Salam. Bugün seninle Azərbaycan Konstitusiyasının, belə deyək, dərinliklərinə bir nəzər salacağıq. Salam. Bəli, əlimizdəki əsas mənbə Konstitusiyanın öz mətni. Düzdür. 1995-ci ildə referendumla qəbul olunub, sonra da 2002, 2009, 2016-da dəyişikliklər olub. Elədir. Məqsədimiz nədir? Bu əsas sənəddəki prinsipləri, dövlət quruluşunu, sənin hüquq və vəzifələrini anlamağa çalışmaqdır. Gəlin başlayaq. Preambula, yəni giriş hissəsi çox önəmlidir. Orada nə deyilir əsas? Baxın, orada Azərbaycan xalqının niyyətləri bəyan edilir. Müstəqillik, suverenlik, ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, hüquqi, dünyəvi dövlət qurmaq, hamıya layiqli həyat səviyyəsi təmin etmək. Yəni, böyük ideallardır. Bəli, və ümumbəşəri dəyərlərə sadiq qalaraq sülh şəraitində yaşamaq. Məhz bu niyyətlər əsasında sənəd referendumla qəbul edilib. Çox maraqlıdır. Bəs bu niyyətləri həyata keçirən hakimiyyət kimə məxsusdur? Yəni, hakimiyyətin mənbəyi kimdir Konstitusiyaya görə? Çox əsas sualdır. Birinci maddə bunu çox aydın şəkildə deyir. Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yalnız xalq. Bəli, yalnız xalq. Xalq da öz suveren hüququnu ya birbaşa referendumla, ya da seçdiyi nümayəndələr, yəni deputatlar vasitəsilə həyata keçirir. Bu, maddə 2-dədir. Yaxşı, bəs kimsə xalq adından çıxış edə bilərmi seçilmədən? Qətiyyən. Baxın, maddə 4 deyir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək hüququ yoxdur. Bu çox vacibdir. Və daha da vacibi maddə 6-da deyilir ki, hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Deməli, hakimiyyət tamamilə xalqa aiddir və onun iradəsi ilə formalaşmalıdır. Bəs dövlətin öz quruluşu necə təsvir edilir? Necə bir dövlətdir Azərbaycan? 7-ci maddə buna cavab verir. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bu terminləri tez-tez eşidirik. Bəli. Və çox önəmli bir prinsip də var. Hakimiyyət bölgüsü. Yəni, hakimiyyətin qolları var. Hansılardır o qollar? Qanunvericilik hakimiyyəti Milli Məclisə aiddir, yəni parlamentə. İcra hakimiyyəti prezidentə məxsusdur. Məhkəmə hakimiyyəti isə adı üstündə məhkəmələrə. Və bunlar bir-birindən asılı deyil. Öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Bəli, və dövlət başçısı da təbii ki prezidentdir. Bu da maddə 8-də yazılıb. Aydındır. Hakimiyyət bölgüsü, dövlətin xarakteri. İndi gələk məncə hamını ən çox maraqlandıran hissəyə. Sənin və mənim hüquqlarımız. Konstitusiya bizə nə kimi təminatlar verir? Əlbəttə, bu Konstitusiyanın, necə deyim, ürəyidir. Bütöv bir ikinci bölmə sırf əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Ən əsas prinsip hansıdır? Məncə, başlanğıc üçün ən əsası insan ləyaqətinin qorunması və hörmət edilməsidir. Bu, maddə 24-dədir. Sonra da hamının qanun və məhkəmə qarşısında bərabərliyi gəlir. Maddə 25. Bərabərlik. Çox vacibdir. Başqa hansı fundamental hüquqlar var? Ən əsası yaşamaq hüququ. Maddə 27. Azadlıq hüququ. Maddə 28, sonra mülkiyyət hüququ, maddə 29. Bunlar təməldir. Mülkiyyət toxunulmazdır, yəni. Bəli, konstitusiya ilə qorunur. Həmçinin şəxsi toxunulmazlıq, maddə 32, mənzil toxunulmazlığı, maddə 33. Yəni, kimsə sənin evinə icazəsiz girə bilməz. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla. Bunlar şəxsi həyatla bağlıdır və sosial-siyasi hüquqlar. Var əlbəttə. Məsələn, təhsil hüququ, maddə 42, fikir və söz azadlığı, maddə 47, vicdan azadlığı, maddə 48, yəni istədiyin dinə inanmaq və ya inanmamaq azadlığı və sərbəst toplaşmaq azadlığı, maddə 49, yəni dinc yığıncaqlar keçirmək hüququ. Bu həqiqətən də çox geniş bir hüquqlar toplusudur. Bəs bu hüquqlar həmişə mütləqdir, heç məhdudlaşdırıla bilməz? Yox, mütləq deyil. Baxın, maddə 71 bunu aydınlaşdırır. Hüquqların məhdudlaşdırılması yalnız konstitusiyada və qanunlarda göstərilən əsaslarla mümkündür. Məsələn, hansı hallarda? Məsələn, müharibə, fövqəladə vəziyyət kimi hallarda dövlət təhlükəsizliyi, ictimai asayiş və ya başqalarının hüquqlarını qorumaq üçün müəyyən hüquqlar müvəqqəti məhdudlaşdırıla bilər. Amma bu da qanun çərçivəsində olmalıdır. Başa düşdüm. Hüquqları ətraflı müzakirə etdik. Amma bir məsələ də var. Hüquqlar varsa deməli vəzifələr də olmalıdır, elə deyilmi? Tamamilə doğrudur. Hüquqlar və vəzifələr bir-birini tamamlayır.
4-cü fəsil məhz əsas vəzifələrə həsr olunub. Nələrdir o əsas vəzifələr? Birincisi və ən ümumisi konstitusiyaya və qanunlara əməl etmək, həmçinin başqalarının hüquqlarına, azadlıqlarına və ləyaqətinə hörmət etmək. Bu maddə 72-dədir. Yəni, qanuna riayət etmək və başqalarına hörmət. Bəli, sonra daha konkret vəzifələr gəlir. Məsələn, qanunla müəyyən edilmiş vergiləri ödəmək, maddə 73, vətənə sədaqət göstərmək, maddə 74. Vətənə sədaqət nə deməkdir burada? Bu, daha çox mənəvi bir öhdəlikdir, amma vətəni müdafiə etmək də bir vəzifədir, maddə 76. Hər bir vətəndaşın borcudur. Həmçinin, dövlət rəmzlərinə, bayrağa, gerbə, himnə hörmət etmək, maddə 75 və tarix və mədəniyyət abidələrini qorumaq, maddə 77 də vəzifələr sırasındadır. Deməli, həm fərdi hüquqlarımız var, həm də cəmiyyət və dövlət qarşısında müəyyən öhdəliklərimiz. Yaxşı, bəs bayaq adını çəkdiyimiz o hakimiyyət orqanları, Milli Məclis və Prezident barədə biraz da danışaq. Necə formalaşırlar, əsas işləri nədir? Əlbəttə, qanunverici hakimiyyət, yəni Milli Məclis, 125 deputatdan ibarətdir. Maddə 81 və 82 bunu deyir. 125 nəfər necə seçilirlər? Deputatlar 5 il müddətinə seçilirlər. Maddə 83. Seçki sistemi isə majoritardır. Maddə 84. Yəni, hər seçki dairəsindən kim daha çox səs alsa, o da deputat olur. Aydındır. Bəs icra hakimiyyəti, yəni prezident? Prezident ümumxalq səsverməsi yolu ilə, yəni bütün ölkə səs verir, 7 il müddətinə seçilir, maddə 99 və 101. 7 il. Prezidentin səlahiyyətləri nələrdir əsasən? Prezidentin səlahiyyətləri kifayət qədər genişdir. Maddə 109-da bunlar sadalanır. Məsələn, Milli Məclisə seçkiləri təyin edir, Nazirlər Kabinetinin tərkibini formalaşdırır. Baş naziri də prezident təyin edir. Milli Məclisin razılığı ilə baş naziri təyin edir, bəli. Həmçinin hökumət üzvlərini, yəni nazirləri təyin və azad edir, qanunları imzalayır və ya veto qoya bilər, dövlət proqramlarını təsdiq edir, xarici siyasəti həyata keçirir, ali baş komandandır və s. Yəni, icra hakimiyyətinin başında durur və çox geniş funksiyaları var. Bəli, icra hakimiyyəti məhz prezidentə məxsusdur. Beləliklə, ümumiləşdirsək, Azərbaycan Konstitusiyası dövlətin, deməli, suveren, demokratik, hüquqi, dünyəvi əsaslarını müəyyən edir. Düzdür. Hakimiyyət bölgüsü prinsipini təsbit edir, vətəndaşların, yəni sənin, mənim fundamental hüquq və azadlıqlarımızı, eyni zamanda əsas vəzifələrimizi də göstərir. Bəli, olduqca əhatəli və fundamental bir sənəddir. Amma yekunda gəl bir məqam üzərində düşünək. Buyurun. Baxın, bu konstitusiya prinsipləri 1995-ci ildə qəbul olunub, zamanla dəyişikliklər də edilib. Kağız üzərində yazılanlarla real həyat arasında hər zaman tam bir uyğunluq olurmu? Yəni, bu prinsiplərin sənin gündəlik qarşılaşdığın hüquqi və ya siyasi mühitdə necə təzahür etdiyini düşünmək maraqlı olmazdımı? Həqiqətən də, bu üzərində düşünülməyə dəyər bir sualdır. Bu prinsiplər reallıqda nə dərəcədə işləyir və gündəlik həyatımıza necə təsir edir? Məsələ, bu bəlkə də ayrı bir müzakirənin mövzusudur. Bu dərin təhlildə bizimlə olduğunuz üçün çox təşəkkür edirik. Ümid edirik ki, bu söhbət sənin üçün də maraqlı və faydalı oldu.